2 il əvvəl mən İslamı qəbul etdim. Bu videoda müsəlman olmazdan əvvəl bilmək istədiyim 7 şeyi sizinlə bölüşəcəyəm. Çünki mən ilk vaxtlarda bilmədiyim çox şey olduğunu anladım. Bu məlumatlar bəlkə də dini nə qədər tez qəbul edəcəyimə dair qərarımı belə dəyişdirə bilərdi. Gəlin ilk olaraq ən böyük yanlış anlaşılmadan başlayaq. Müsəlman olmaq, ərəb olmaq demək deyil. İslamı qəbul edəndə elə düşünürdüm ki, mütləq bir müsəlman kimi geyinməliyəm. İnternetdə gördüyümüz uzun saqqallı ərəblər kimi olmalıyam deyə düşünürdüm. Sarışın bir Avropalı olaraq güzgüdə özümə baxıb, özümü müsəlman adlandırmaq mənə çətin gəlirdi. Amma bu tamamilə yanlışdır. Quranda və hədislərdə bu dinin bütün bəşəriyyət üçün olduğu aydın şəkildə göstərilir. İslamın həqiqət olduğunu anladıqdan sonra məscidə gedəndə çox təəccübləndim. Orada hər etnik mənsubiyyətdən olan müsəlmanlar gördüm. Bilirdinizmi ki, dünyada ən çox müsəlman əhalisi olan ölkə heç bir ərəb ölkəsi deyil, İndoneziyadır. Dünyanın ən çox müsəlman yaşayan ilk 10 ölkəsinin çoxu ərəb deyil. Statistikalara baxsanız, bu dinin nə qədər rəngarəng olduğunu görərsiniz. Təəssüf ki, mədəniyyətlə din çox vaxt qarışdırılır. Məsələn, mən qəlyanın Şişa müsəlman mədəniyyətinin bir hissəsi olduğunu sanırdım. Amma sən demə, bu haram və qadağandır. Mən son 2-3 ildə çox səyahət etdim və Amerikanın, İngiltərənin, Asiyanın və ya hazırda olduğum Dubayın məscidlərində hər irqdən insan gördüm. Bunun ən gözəl nümunəsini Məkkə və Mədinədə, ümrə ziyarətində gördüm. Hər millətdən olan insanların eyni Allaha ibadət etməsi, eyni şeyə inanması möhtəşəmdir. Dubayda bir məsciddə bahalı maşını və saatı olan bir iş adamının bir küçə işçisi ilə salamlaşıb hal-əhval tutduğunu gördüm. Biz hamımız bərabərik və hamımız Allaha dönəcəyik. İslam haqqında xəbərlərdə ancaq negativlik və terror görsəniz də, əslində tam əksidir. Bir məscidə daxil olanda sizi qucaq açıb qarşılayırlar. Ağ dərili olmağınızın və ya din haqqında heç nə bilməməyinizin fərqi yoxdur. Sizə dəstək olurlar. İkinci məqam, İslam sizin uğurlu olmağınıza mane olmur. İslamı qəbul edəndə imanım zirvədə idi və mən ancaq ibadət etmək istəyirdim. 8 ildən çoxdur bizneslə məşğul oluram. Əvvəllər motivasiyam maddi hədəflər, bahalı maşınlar və evlər idi. Müsəlman olanda bu motivasiya itdi. Niyə biznes qurduğumu anlamırdım. Amma sonra çox uğurlu müsəlman dostlarımla danışdım. Onlar mənə pulun pis bir şey olmadığını, onun axirət üçün də bir vasitə ola biləcəyini başa saldılar. Əgər bir şirkəti Allahdan qorxan, etik bir müsəlman kimi idarə edirsinizsə, işçilərinizə qayğı göstərirsinizsə və qazancınızı Allah rizası üçün xeyriyyə işlərinə xərcləyirsinizsə, bu çox xeyirlidir. Quran və Peyğəmbərimizin həyatı bizə hər sahədə, ailədə, işdə, sağlamlıqda ən yaxşısı olmağı öyrədir. Bu fəlsəfəni anlayandan sonra motivasiyam 10 qat artdı. Üçüncü məqam, müsəlman olduqdan sonra mükəmməl olmağa ehtiyacınız yoxdur. Bu mənim üçün də böyük bir problem idi. Günah işlədiyimə, musiqi dinlədiyimə görə İslamı qəbul etməkdən çəkinirdim. Amma heç kim mükəmməl deyil. Peyğəmbərimiz buyurub ki, hər bir Adəm övladı günahkardır, amma günahkarların ən xeyirlisi tövbə edəndir. İslam sizi günahsız etmək üçün deyil, sizi doğru yolda saxlamaq üçün gəlib. Biz hər gün Fatihə surəsində Allahdan bizi doğru yolda sabit saxlamasını istəyirik. Bəzən yeni müsəlman olanlar qaydaların ağırlığından qorxub ibadəti dayandırırlar. Amma bu din bir yük deyil, bir rəhbərdir. Dördüncü məqam, İslam özəyində çox sadə dindir, lakin dərinliyi bir okean kimidir. Dinin təməli 5 şərtdən ibarətdir. Bir Allaha və onun elçisinə inanmaq, namaz, oruc, zəkat və həcc. Bunlara əməl etdikdə artıq müsəlmansınız. Lakin bunun üzərində öyrənilməli çox nəhəng bir məlumat xəzinəsi var. Haram, halal, hədislər, təcvid və s. Bu bəzən insanı yora bilər. Unutmayın ki, Quran 23 il ərzində nazil olub. Bütün bu bilikləri bir gündə öyrənməyi özünüzdən gözləməyin. Biz hamımız eyni yoldayıq və hər gün biraz daha təkmilləşirik. 5-ci məqam. İmanınızda enişlər və yoxuşlar olacaq. İlk vaxtlar hər kəsin imanı zirvədə olur, amma sonra bu, gündəlik həyatın bir parçasına çevrildikcə normal hiss olunmağa başlayır. Bəzən namazda və ya ibadətdə zəiflik hiss edə bilərsiniz. Bu normaldır və hər bir müsəlman bunu yaşayır. Allah bizi bəzən sınağa çəkir ki, yaxşı günlərin qədrini bilək. Həyat düz xətt deyil. Bu din motivasiya üzərində deyil, nizam-intizam üzərində qurulub. Əgər qəlbinizdə bir boşluq hiss edirsinizsə,
bu ibadəti artırmaq üçün bir işarədir. Çətinliklə bərabər mütləq bir asanlıq gəlir. 6-cı məqam, İslam sübutlara əsaslanır və tam qorunub saxlanılıb. Mən əvvəllər dinin ancaq duyğulardan ibarət olduğunu sanırdım. Amma gördüm ki, İslamda hər sualın cavabı var və o elmlə, insan fitrəti ilə tam uyğundur. İndi mən artıq heç nəyi sorğulamıram, çünki bilirəm ki, hər bir qaydanın arxasında böyük bir hikmət var. İslam 1400 il əvvəl başlamayıb. O, Adəm Peyğəmbərdən bəri İsa, Musa və digər bütün peyğəmbərlər vasitəsilə bəşəriyyətə ötürülən eyni mesajdır. 7-ci və sonuncu məqam, müsəlman ümməti bir super gücdür. İndi mən 2 milyardlıq böyük bir qlobal ailənin üzvüyəm. Xəbərlərdə deyilənlərin əksinə, məscidlərdə çox sayda savadlı həkimlər, mühəndislər və iş adamları görürəm. Biz bir bədən kimiyik. Bir üzvümüz ağrıyanda bütün bədən bu ağrını hiss edir. Biz müsəlman olduğumuz üçün qürur duymalıyıq. Bu dinin gözəlliyini paylaşmaq hər birimizin məsuliyyətidir. Allah hamınızı xeyirlə mükafatlandırsın.